Kiberdələduzlar indi də Ramazan ayı kampaniyası adı ilə vətəndaşları aldadırlar. Son günlərdə məşhur banklardan birinin adından web səhifə yaradılaraq vətəndaşlara phishing mesajlar göndərilir. SMS bölməsində Ramazan və Novruz bayramı öncəsi yaxşı şərtlə pul vəsaiti, həmçinin hədiyyə təklif olunur. Onlardan vəd olunan məbləği əldə etmək üçün təqdim olunan saxta web səhifəyə bank və digər fərdi məlumatlarını daxil etmək tələb edilir. Kiberdələduzlar bunu o qədər peşəkarlıqla yaradıblar ki, bu vətəndaşlarda şübhə yaratmır. İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə deyir ki, kiberdələduzlar bu üsulla insanların kart hesablarında olan pulları rahatlıqla mənimsəyə bilirlər. Son zamanlarda insanlara bayram endirimi və ya ki, müəyyən məbləğ qazandıqları barəsində həqiqəti əks etdirməyən saxta mesajlar göndərilir. Bu saxta mesajların tərkibinə nəzər yetirsək, burada bir təşviq edici mətn və link olduğunu görərik və bu sayta daxil olan vətəndaşlardan şəxsi məlumatları tələb olunur. Xüsusən həssas məlumatlar dediyimiz kart məlumatları tələb olunur. Vətəndaşlar bura kart məlumatlarını, şəxsi məlumatlarını daxil etdikləri zaman bu məlumatlar saytı ərsəyə gətirən kiberdələduza göndərilir və bu kiberdələduz onların vəsaitlərindən, onların kart məlumatlarından, onların şəxsi məlumatlarından asanlıqla istifadə edə bilir. Mütəxəssis hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud da qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmağı məsləhət görür. Daxili İşlər Nazirliyi də vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Kiberdələduzların qurbanı olmamaq üçün vətəndaşlarımıza əmin olmadıqları səhifələrə və linklərə keçid etməməyi, bank kartı və şəxsi məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik. Üzləşdikləri kiberdələduzluq halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə, həmçinin sosial şəbəkələrdə Polis Azərbaycan rəsmi səhifələrinə məlumat vermələri xahiş olunur. Qeyd edək ki, kiberdələduzların qurbanı olmamaq üçün ilk növbədə şəxsi məlumatları məxfi saxlamaq lazımdır. Ramal Abdullayev, Xəzər xəbər.